Elhamdülillah. Bəzən səhv fikirlərdən bəzi insanlar dünyanı üstün tuturlar axirətlə münasibətdə və bəzi insanlar axirəti üstün tuturlar dünyayla münasibətdə və dünyanı hətta belə şəkildə tərk edirlər. Ümumiyyətlə, buna baxış, buna yanaşma necədir? Ümumiyyətlə, bilirsiniz, təbii ki, hər ikisi əsasdır. Dünya da əsasdır. Axirəti qazanmaq üçün. Bu bir yoldur. Və bu yolda müəyyən qaydalar var. Bunları eləməlisən, çatdırmalısan. Çatdırmalısan. Məsələn, ailədir, övladdır, dolanmaq üçündür, ibadətindir və s. Bunları bu həyatda çatdırmalısan. Dünya fanidir, onsuz da hamımız gələcək bir gün. Onları çatdırmaq lazımdır. Deyək ki, kim ki mütləq şəkildə dünyanı tutub axirəti tərk edib düzgün deyil və ya axirəti tutub dünyanı tərk edib, o da düzgün deyil. Bəli, hər ikisi vacibdir. Düzdür, əsas axirət olsa da. Lakin dünya da əsasdır. Axirəti qazanmaq üçün. Dünyanın da yeri var. Ona görə müsəlman gərək ağıllı insan, cəm eləməlidir. O bilməlidir ki, bəli, bu dünya fanidir, qalmayacaq. Özü üçün, ailəsi üçün nəsə eləsə, ümmət üçün də, ətraf üçün də nəsə eləməlidir ki, savab gəlsin. Çünki oraya elə yerdir ki, bərzəx aləmi, axirət, hətta cənnətdə də mərtəbələrdir. Ancaq sən xeyirli işlərlə, xeyirli əməllərlə, həm özün etdiyin, həm ailən etdiyi, həmçinin başqalarının üçün neysən, o cür ancaq axirəti gözəlləşdirə bilərsən və axtaşdıra bilərsən. Dünya elə bir ki, bir tarladır, sahədir. Nə əkdin, onu da məhsulunu görəcəksən axirətdə. Ona görə biz demirik, bu məsələdə sufilər var. Məsələn, onlar tərk-i dünya deyirlər. O fikir düzgün deyil. O fikir düzgün deyil. Dünya lazımdır. Lazımdır, bir axirətə yoldur ona görə. Amma həddində. Eləmə ki, dünya axirətdən üstün olsun. Axirət üstündür. Lakin dünyandan tut, çalış, düzgün çalış, axirəti qazanmaq üçün. Aydın qardaşlar, yəni bu mühüm məsələdir. Çünki bəziləri azıblar, məsələn, cahilləri götürəndə heç axirətə heç fikirləşmirlər olar. Heç maraqlı deyil onlara. Necə? Yəni, qəflətdədirlər, elə bir yatıblar. Elə bilirlər ki, həmişə burada qalacaqlar. Və həmçinin də var, elə hətta dindarlar var. Elə dindar var ki, ölmək istəyir. Ölmək istəyir. O təkfirçiləri, o cihad fikirli olan adamlar deyirlər, haradasa cihad olsun ya da gəl özümüz eləyik, burada qırışdıraq aranı, bizi vursunlar, biz öləyik. Səhv fikirlər damsı. Səhv fikirlərdir. Ona görə qardaşlar, yəni düzgün başa düşmək lazım. Dinimiz əlhamdülillah bizə demir ki, dünyanı tərk elə. Yox, sadəcə bəli, ayələr var ki, dünya oyuncaqdır, oyun oyuncaqdır. Bəli, ayələr var. Lakin bu o demək deyil, dünyanı tərk elə. Sadəcə ehtiyatda ol. Ehtiyatda ol ki, səni allatmasın dünya. Axirətdə yaddan çıxartmasın dünya. Xeyirli işlərdən dünyaya yaddan çıxartmasın. O mənadadır. Ayələr cəm eləmək lazım. Aydın mı qardaşlar?